Salam, hər vaxtınız xeyir olsun. Mən Sərvər Rəşidov. İkiqat və yarım arqumentin trigonometrik funksiyaları test toplusunda toplama teoreminin ikinci alt başlığına aid testlər bu mövzuya aiddir. Sinüs 2 alfa açılışı 2 sinüs alfa kosinüs alfa. Burada belə başa düşə bilərsiniz ki, 2 alfanın sinüs yarısını özünə götürür, yarısını kosinüsə verir. Qabaqda da 2 olmaq şərti ilə. İsbatı 2 alfanı alfa plus alfa yazmaqla toplama teoremini düsturun. Yəni bundan əvvəlki videoda düsturu tətbiq eləməklə tapılır. Demək, ikiqat arqument düsturu necə oldu? 2 alfanın yarısını özünə götürür, yarısını kosinüsə verir. Sinüs 6 alfa. Dedik, qabaqda 2 olacaq. 6 alfanın yarısı özünə, yarısı kosinüsə verəcək. Yəni sinüs 3 alfa vur kosinüs 3 alfa. Sinüs 4 alfa. Qabaqda düsturda 2 var. 4 alfamızın yarısı özünə, yarısı kosinüsə. Yəni sinüs 2 alfa vur kosinüs 2 alfa. Aydın oldu mu məntiq? Sinüs 1 alfanın da yarısını özünə götürəcək. Yəni alfanın yarısı. Yarısını da kosinüsə verir, alfanın yarısı. Bu məntiqlə yadda saxlaya bilərsiniz. İstənilən sinüs 2 alfa, 3 alfa, 5 alfa, 10 alfanı aça bilərsiniz. Siz təməl düsturu əzbərləyə bilməlisiniz. Sinüs 2 alfa, 2 sinüs kosinüsdür. Bunları əzbərləməyə gərək yoxdur. Bunların hamısı o məntiqlə yadda saxlaya bilərsiniz. 3 dənə örnək verdim. Sinüs alfa, kosinüs alfa, 2də 1 sinüs 2 alfa. Yəni, isbatı çox bəsitdir ki, sinüs 2 alfanı açırsınız, 2-lər ixtisar gedib bərabəlik düz çıxır. Bu da çox istifadə olunur, həddindən artıq çox istifadə olunur. Sinüs alfa, kosinüs alfa, 2də 1 sinüs 2 alfaya yığılır. Bu necə yadda saxlayarıq? Sinüs alfa, kosinüs alfa sanki bu alfalar cəmlənir, 2 alfa kimi yazılır sinüsün yanına. 2də 1 də qabaqda olur. Yəni, sinüs 2 alfadan açılışındakı 2-lər geçsin deyə qabaqda həmişə 2də 1 olmalıdır. Deməli, bu düsturun yığılışına baxırıq da. Sinüs alfa, kosinüs alfa necə oldu? 2də 1 sinüs və alfaların cəmi. Yəni 2 alfa. Sinüs 5 alfa, kosinüs 5 alfa necə olacaq? 2də 1 sinüs 5 alfaların cəmi. Yəni 10 alfa. Sinüs alfa bölgü, kosinüs alfa bölgü nə olacaq? 2də 1 sinüs alfa bölgündən alfa bölgünü cəmləyəndə 1 alfa eləyəcəkdir. Məntiq aydın oldu mu? Biri düsturların açılışıdır, öbürüsü isə düsturların yığılışıdır. Sinüs alfa, kosinüs alfa, 2də 1 sinüs 2 alfa. Davam edirik. Kosinüs 2 alfanın 3 dənə açılışı var. Kosinüs kvadratı alfa minus sinüs kvadratı alfa. Kosinüs kvadratı alfanın yerinə 1 çıx sinüs kvadratı alfa qoysanız, kosinüs kvadratı alfanın yerinə 1 minus sinüs kvadratı alfa qoya bilərikmi? 1 minus sinüs kvadratı, bir də minus sinüs kvadratı, 1 çıx 2 sinüs kvadratı alınır. Sinüs kvadratın yerinə 1 minus kosinüs kvadratı qoysanız, qabaqdakı mənfini vursanız içəri, 2 kosinüs kvadratı alfa çıx 1 alınır. Yəni, izahını da verdim. Bizim kosinüs 2 alfanın təməl düsturu kosinüs kvadratı alfa çıx sinüs kvadratı alfadır. Kosinüs 2 alfanın sırf kosinüsdən açılışı desəm, 2 kosinüs kvadratı alfa çıx 1-dir. Kosinüs 2 alfanın sırf sinüsdən açılışı desəm, 1 çıx 2 sinüs kvadratı alfadır. Bunların üçünü də əzbərdən bilmək məcburiyyətindəyik. Amma hardan çıxarılışını bilsəniz də, yəni dar məqamda yaddan çıxsa, çıxarılışını bilməyiniz sizin üçün vacibdir. Kosinüs 2 alfanı necə yadda saxlayacağıq? Məntiq olaraq kosinüs 2 alfadır. Kosinüs kvadratı yarısı, alfanın yarısı buradadır. Sinüs kvadratı alfanın yarısı buradadır. Yəni, bucağın yarısı kosinüs özünə götürür, yarısını sinüsə verir. Kosinüs kvadratı yarısı çıx sinüs kvadratı yarısı. Belə yadda saxlamaq olar. Kosinüs alfa olacaq. Kosinüs kvadratı alfanın yarısı, sinüs kvadratı, yəni 6 alfanın yarısı. Kosinüs kvadratı 3 alfa çıx sinüs kvadratı 3 alfa. 4 alfa necə olacaqdır? Kosinüs kvadratı yarısı, yəni 4 alfanın yarısı, minus sinüs kvadratı yarısı, yəni 4 alfanın yarısı 2 alfa. Yəni, bütün hamısının məntiqi ana düsturdakı çıxarılışı bağlanır. Yəni. Kosinüs 1 alfada olacaq. Kosinüs kvadratı yarısı çıx sinüs kvadratı 1 alfanın yarısı. Aydın olur. Hamısına bu formada tətbiq eləmək olar. Kosinüs 12-si də, kosinüs 8-si də elə açmaq olar. Kosinüs kvadratı 5x çıx sinüs kvadratı 5x.
Şimdi kosinüs 10x'i sırf bu ikinci düsturdan alacaq. 2 kosinüs kvadratı alfa çıx 1. 2 alfa olanda 2 kosinüs kvadratı 1 alfa çıx 1. Yine yarısı olur, eləmi? 2 alfanın yarısı. Kosinüs 10x olacaq. 2 kosinüs kvadratı 5 alfa yaxud da 5x çıx 1. Kosinüs 8x olacaq. 2 kosinüs kvadratı 4x çıx 1. Kosinüs 1x olacaq. 2 kosinüs kvadratı x'in yarısı çıx 1. Bunu yarım arqument düsturu deyirlər. Yarım arqument düsturanı əzbərləmirik. Yəni çıxarılış ümumidəndir. Axırıncı düstura baxın. Kosinüs 2 alfanın başqa bir açılışda var imiş. Sırf sinüsdən açılışı. 1 çıx 2 sinüs kvadratı alfa. Yəni 2 alfadırsa yarısı 1 alfa olacaqdır. Onda kosinüs 10x'i həm necə aça bilərəm? 1 çıx 2 sinüs kvadratı kimi. 1 çıx 2 sinüs kvadratı 5x. Kosinüs 8x'i 1 çıx 2 sinüs kvadratı 4x. Kosinüs 1x'i də 1 çıx 2 sinüs kvadratı x bölü 2. Yəni, bəs desəniz, mənim hansını istifadə edəcəyik? Baxacaq suala. Sırf kosinüsdən açılış lazımdırsa, bunların açacağıq. Sırf sinüsdən açılış lazımdırsa, bunların açacağıq. Bəzən vuruqlarına ayırmaq lazım olacaq. Kosinüs kvadratı çıx sinüs kvadratı, onu da bununla açacağıq. Yəni, sualdakı vəziyyətə baxacağıq. Yəni, hamısını yazmayacağıq. Sual zaten bizi yönləndirəcək ki, hansı açılışı yazmaq sərf edir. Tangens 2 alfa 2 tangens alfa bölünsün 1 çıx tangens kvadrat alfa. Yəni 2 alfa yarısı surətdədir, yarısı məxrəzdədir. Bunda 4 alfa nə olacaqdır? 2 tangens 2 alfa 1 çıx tangens kvadratı 2 alfa. 4 alfanın yarısı surətdədir, yarısı məxrəzdədir. Aydın olur. Tangens 1 alfa necə olacaqdır? 2 tangens alfa bölü 2 1 çıx tangens kvadratı alfa bölü 2. Bunu yarım arqument kimi müəllimlər əzbərlədirlər. Məsləhət görürəm ki, əzbərləməyin. Ümumidən çıxarılışı bilsəniz, tangens 4 alfa olmur, 50 alfa olsun, 10 alfa olsun, 100 alfa olsun, hamısının tangens 2 alfanın məntiqi ilə açmaq olur. Kotangens 2 alfa, kotangens kvadrat alfa çıx 1 bölü 2 kotangens alfa. Yine 2 alfanın yarısı surətdədir, yarısı məxrəzdədir. Kotangens alfa 6x olacaq. Kotangens kvadratı 3x minus 1 bölü 2 kotangens 3x. Kotangens 1x olacaq. Kotangens kvadratı x bölü 2 çıx 1 bölü 2 kotangens x bölü 2. Eyni məntiqdir. Yəni yarım arqument düsturu kimi bu var. Bunu əzbərləmirik. Ümumiyyətlə yarım arqument düsturlarını əzbərləmirik. Bax, bunların hamısı x bölü 2 olanların hamısı yarım arqument düsturlarıdır. Özəl düsturumuz var. Bu düsturu mən özəl kimi deyirəm uşaqlara. Adətən bloka düşə bilər. Topluda buna suallar var. Buraxışa düşməz demirəm. Bu bərabərliklərin yeganə isbatı var. Deyirəm, özünüz yazın. Tangesin yerinə qoy sinüs bölünsün kosinüs. Tangens kvadratın yerinə qoy sinüs kvadratı bölü kosinüs kvadratı. Sürət və məxrəci ortaq məxrəci gətir, tərsinə çevir alınacaq. Yəni, sadələşdir alınacaq. Tamam, özəl düsturumuzu əzbərləyək. Sinüs 2x bərabərdir. 2 tangens x bölünsün, 1 topla tangens kvadratı. 2 kotangens x bölünsün, 1 topla kotangens kvadratı. Sinüs 2 alfanın tangesdən açılışıdır. Buna deyirlər trigonometrik funksiyaların tangesdən ifadəsi. Kosinüs 2x'in açılışı 1 çıx tangens kvadratı bölünsün, 1 topla tangens kvadratı. Və yaxud da kotangens kvadratı çıx 1 böl kotangens kvadratı topla 1. Tamam, bir dənəsinin isbatını verirəm. Sinüs 2x'in 2 tangens x'dən, yəni bərabərliyin sağ tərəfini sola gətirəcəm. 2 tangens x bölünsün 1 topla tangens kvadrat x. 1 topla tangens kvadratın yerinə bir başa bir bölünsün kosinüs kvadratı qoya bilərəm. Amma digərlərində də qoya bilərsiniz də. 1 topla tangens kvadratın yerinə bir üstəyə tangens kvadratı 1 bölünsün kosinüs kvadratı qoyuram. Bunun əsas eynilik, alt dənə eynilik var. Belə bir bərabərlik varmı? 2 tangens x açıram. 2 sinüs x bölünsün kosinüs x. Surəti məxrəcə bölmək üçün surəti, yəni 2 sinüs x böl kosinüs x-i məxrəcin tərsinə vurmalıyam. Məxrəcin tərsinə vururam. Məxrəcin tərsi yəqin kosinüs kvadrat olduğunu görürsünüz. Kosinüs x-dən kvadrat gedir. Qalır əlimizdə 2 sinüs x kosinüs x.
2 sinüs x kosinüs x'e yəqin sinüs 2x'in açılışı olduğunu bilirsiniz. Bərabərlik doğru çıxdı. Bu ifadə doğrudan da sinüs 2x'e bərabərdir. O birlər də eyni qayda ilə açılacaq. Yəni, və yaxud da bu düsturların hamısının isbatı neymiş? Tangensi sinüs bölünsün kosinüs kimi yaz, sonra sualı sadələşdir. Kotangensi kosinüs bölünsün sinüs kimi yaz, sonra sualı sadələşdir. Bərabərlik isbat olunacaqdır. Deməli, 2 sinüs alfa kosinüs alfa neyin açılışıdır? Sinüs 2 alfanın açılışıdır. 2 sinüs 15 kosinüs 15'də sinüs 2 alfanın, yəni sinüs 2 vur 15'in açılışıdır. Bu da sinüs 30 eləyir. Bu da qiymət 2'də 1. Yəni sinüs 15'in qiymətini götürüb yerinə qoymuyoruz. Kosinüs kvadratı alfa çıx sinüs kvadratı alfa neyin açılışıdır? Kosinüs 2 alfanın açılışıdır. Onda kosinüs kvadratı 15 çıx sinüs kvadratı 15 kosinüs 2 vur 15. Alfamız elə bir ki 15'dir daha. Kosinüs 30 olur. Bu da kök 3 bölü 2 deməkdir. Götürüb kosinüs 15'in qiymətini yerinə qoymursunuz. Deməli, kosinüs kvadratı alfa çıx sinüs kvadratı alfa deyə düsturumuz var. Onda burada yerini dəyişibdir. Mətni qabağa çıxarsaq, toplumların yerini dəyişmək olar mı? Kosinüs kvadratı 22,5 çıx sinüs kvadratı 22,5. Kosinüs kvadratı alfa çıx sinüs kvadratının açılışı necə idi? Kosinüs 2 alfa idi. Onda kosinüs kvadratı 22,5 çıx sinüs kvadratı 22,5 kosinüs 2 vuraq 23,5'in açılışı olmuş olur. 2'ni də 23,5'e vuranda 45 olur. 45'in də qiyməti kök 2 bölü 2'dir. Aydın olur mu? Sırf əzbərimizdə var mı? 2 kosinüs kvadratı alfa çıx 1. Bu nəyin açılışıdır? Kosinüs 2 alfanın açılışıdır. Düzdür? O zaman 2 kosinüs kvadratı 75 çıx 1 neyin açılışı olacaq? Kosinüs 2,75. 2 vur 75'in açılışıdır. Yəni kosinüs 150 eləyir. Kosinüs 150'ni artıq biz serma düstura keçmişikmi? 180 çıx 30 kimi yazsaq, 180'də ad dəyişmir. Kosinüs 30 ikinci rübə düşür. Kosinüs işarəsi mənfidir. O da cədvəl qiymətinə görə mənfi kök 2 bölü 2. Kosinüs 2 alfanın açılışını bilirik. Kosinüs 2 alfanı təkrar xatırladaq. Kosinüs kvadratı alfa çıx sinüs kvadratı alfa. Bax, bu kosinüs 1 alfadır da, eləmi bu? Alfanın qabağında 1 var da, eləmi? Onu necə açacaq bəs? Kosinüs 1 alfanı 10 məntiqlə açsaq, yuxarıda da açmışdım. Kosinüs kvadratı alfa bölü 2 çıx sinüs kvadratı alfa bölü 2. Məxrəc olduğu kimi qalıb. Buna yarım arqument düsturu deyirlər. Bunu ayrıca əzbərləməyin, ümumi düsturdan çıxarılışı var. A kvadratı çıx B kvadratını həmişə A çıx B, A plus B kimi açırıqmı? Onda surəti A kvadrat çıx B kvadrat kimi açacağım. Kosinüs alfa bölü 2 çıx sinüs alfa bölü 2 vuraq. Kosinüs alfa bölü 2 plus sinüs alfa bölü 2. Aydın oldu mu? A çıx B, A plus B. Məxrəc yenə olduğu kimi qalıb. Gördüyünüz kimi sürətlə məxrəc ixtisar getdi. Qaldı sadəcə kosinüs alfa bölü 2 çıx sinüs alfa bölü 2. Cavab elə budur. Bu formada cavab qalacaqdır. Hamısı topluldakı sualların alternatividir ki, buradakı sualları sərbəst işləyə bilsəniz, topluldan çox az səhviniz çıxacaqdır. Sinüs 15, kosinüs 15. Hatırlıyorsunuzsa küməçi düsturu demiştim yuxarıda. Sinüs alfa vurulsun kosinüs alfa həmişə 2'də 1 sinüs 2 alfaya yığılır. 3'dən 4 örnək vermişdim. Yuxarı baxa bilərsiniz. Onda sinüs 15, kosinüs 15, sinüs 15, kosinüs 15, sinüs alfa, kosinüs alfa 2'də 1 sinüs 2 alfa. Yəni 30'a yığılacaq. Səbirli olursanız A üstü 4 çıx B üstü 4 necə vurğularına ayrılır? A kvadrat çıx B kvadratı. Bir də A kvadrat topla B kvadrat.
Məxrəcdəki kosinus 4 çıx sinus 4 necə vurğularını ayırlar? Kosinus kvadratı çıx sinus kvadratı. Bir də kosinus kvadratı topla sinus kvadratı. Kosinus kvadratı topla sinus kvadratı həmişə 1-ə gedir. Surətdə sinus 30-un yerinə nə qoyaram? 2-də 1. 2-də 1 vur 2-də 1. Təkrar xatırladıram. Kosinus kvadratı alfa çıx sinus kvadratı alfa hara yığılır? Kosinus 2 alfaya. Onda kosinus kvadratı 15 çıx sinus kvadratı 15 hara yığılacaqdır? Kosinus 2 vur 15'e. Kosinus 2 alfaya. Yəni kosinus 30. Yəni kök 3 bölü 2. Sürət isə 4'də 1. 4'də 1'i kök 3 bölü 2'ye bölmək 2 bölü kökdə 3'e vurmaq deməkdir. 4 ilə 2 ixtisar edər. 1 bölünsün 2 kökdə 3 və yaxud da sürətin məxrəci kökdə 3'e vursanız kökdə 3 bölünsün 6 alınır. Deməli, kosinus 5 alfa, kosinus 3 alfa. Hatırlıyorsunuz mu? Kos sinsin. Kosinus 5 alfa, kosinus 3 alfa, üstəgələ sinus alfa, sinus 5 alfa, sinus 3 alfa hara yığılacaqdır? Kosinus 5 alfa çıx 3 alfanın açılışıdır. Kos alfa, kos beta, üstəgələ sinus alfa, sinus beta, kosinus alfa çıx betanın açılışıdır, elə mi? Deməli, bu kosinus 5 alfa çıx 3 alfanın açılışı, elə də kosinus 2 alfa. Kosinus 2 alfanın 3 dənə açılışı var. Sırf kosinusdan olanı açmamız lazım, elə mi? Sırf kosinusdan olan açılış belə idi. 2 kosinus kvadrat alfa minus 1. 2 kosinus kvadrat alfa, yəni kosinus alfa qiyməti nədirsə, onun kvadratı. Kosinus alfanın qiyməti 4'də 3'dür. Onun kvadratı 16'da 9 çıx 1. 2 ilə 16 ixtisar edər. 8'də 9 çıx 1. Yəni 8'də 9 çıx 8'də 8. 8'də 1 eləyəcəkdir. Bu ilki buraxış imtahanına deyəsən belə bir sual gəlmişdi. Sinus 130, sinus 260. Sinus 130'u A hərfi verib, sinus 260'ı A ilə ifadə eləməyimizi soruşur. 260'ın 130'un əlaqəsi 2 mislidir. Deməli, sinus 260'ı əlaqələndirmək üçün belə yazmalıyam. 2 vuraq 130. Yəni 2 alfa kimi. Sinus 2x necə açılır? 2 sinus alfa, kosinus alfa. Yaxud da 2 sinus x, kosinus x. Sinus 2 vuraq 130 necə açılacaq? 2 sinus 130, kosinus 130. Əlbəttə sinus 130'un yerinə A qoyacağım. 2A vur kosinus 130. Qaldı kosinus 130'u tapmaq. Kosinus 130'u sinus 130 ilə ifadə eləmək. Xatırladıram. Kosinus kvadratı alfa topla sinus kvadratı alfa həmişə nəyə bərabərdir? 1'ə. O məntiqlə kosinus kvadratı 130 topla sinus kvadratı 130 da baxın bucaqları eynidir alfa alfa. İkisində də 130'dur. 1'ə bərabərdir. Onda kosinus kvadratı 130 bərabərdir. 1 çıxılsın sinus kvadratı 130. Kosinus kvadratı 130 bərabərdir. 1 çıx A kvadratı. Sinus 130 A'dırsa sinus kvadratı da A kvadrat olacaq. Hər tərəfdən kök alanda, baxın, x kvadratı bərabərdir 4. Yazanda x bərabərdir plus minus 2 yazmırıq. Yəni düşünürük ki, nəyin kvadratı 4 eləyir? Plus minus 2'nin kvadratı. Burada da hər tərəfdən kök alanda plus minus yazmalıyıq. Kosinus 130 bərabərdir plus minus kök altında 1 çıx A kvadrat. İndi plus yoxsa minus. 130 dərəcə ikinci rübün bucağı olduğuna görə, indi bunu siləcəm, plus minus yazmalı olduğumuzu bildinizmi? Plus minus yazmalıyıq. 130 dərəcə ikinci rübün bucağı olduğuna görə minus yazmalıyıq. Bildim? Çünki 130, kosinus 130 mənfədətdir. Bu ifadənin qiyməti mənfədətdir. Onda plus kök altında 1 çıx A kvadratı yox, minus kök altında 1 çıx A kvadratı. Deməli, gətir kosinus 130'un yerinə qiymətini qoysaq, 2A vurulsun, minus kök altında 1 çıx A kvadrat. O da vurulub açılacaq. Mənfi 2A vurulsun, 1 çıx A kvadrat. Mənfi 2A vurulsun, 1 çıx A kvadrat. Cavab bir də qalır. Yəni bu ifadələr qapalı tipli suallardır. Həlli tələb olunan ətraflı düşərmi? Hə, düşə bilər. 2 tangis alfa bölünsün, 1 çıx tangis kvadrat alfa.
xatırladıram. 2 tangens alfa bölünsün 1 çıx tangens kvadrat alfa. Bu nəyin asılışıdır? Tangens 2 alfanın asılışıdır. 2 tangens 7,5 1 çıx tangens kvadrat 7,5'də tangens 2 vur 7,5'in tangens 2 alfanın asılışıdır. Vuraq kosinus 15 sinus 15 olduğu kimi qalsın hələ ki. Birbaşa qiymətin yerinə qoymayın ki, bəlkə ixtisar baş verəcəkdir. Tangens 2 vuraq 7,5 eləcək tangens neçə? Tangens 15 eləyəcək. Tangens 15'i də açıram. Tangens həmişə nəyə nisbətidir? Sinusun kosinusa. Tangens 15'in yerini qoyacağım. Sinus 15 vurulsun kosinus. Bölünsün kosinus 15. Kosinus 15 bölünsün sinus 15. Əslində başqa mənfəmdə gedə bilərdim. Kosinus 15 bölünsün sinus 15'in yerinə kotangens 15 qoysaydım. Tangens 15 kotangens 15. Tangens alfa 1'ə bərabərdir. Elde eləmək olardı. Fərqi yoxdur. Ne zaman tangensin yerində kosinus görsəniz, açsın ortaq məxrəcə getirin. Sinusun üstə gələk. Tangens 40'ın yerinə qoyuram. Açılış sinus 40 bölünsün kosinus 40. Vuraq kosinus 10. Onsuz da bu surətə vurulur. Bunun məxrəcində 1 var. Ortaq məxrəcə gətirəndə ortaq məxrəcə ilə kosinus 40. Kosinus 40 çarpaz vurulacaq mı? Məxrəci 1 dax. Kosinus 40 çarpaz vurulacaq. Olacaq sinus 10 vurulsun kosinus 40. Üstə gələk. Bu kosinus 10 zaten hara vurulur? Surətə vurulur. Sinus 40 vurulsun kosinus 10. Diqqətlə surətə baxın. Sinus 10 kosinus 40. Kosinus 10 sinus 40. Hasilin yeri dəyişib daha. 3 vurulsun 4 ilə 4 vurulsun 3 eyni şeydir axı. Yəni hasilin yerini dəyişə bilər. Yəni sinus 10 kosinus 40, kosinus 10 sinus 40. Sinus alfa kosinus beta, kosinus alfa sinus beta. Sin kos olanda kimin üstür olurdu? Sinusun üstür olurdu. 10 topla 40 açılışıdır. Surətdə sinus 50 elədi. Məxrəc kosinus 40'dır. Məxrəci sinusa çevirsəm 90'dan çıxmadığını dəyişməliyəmmi? Kosinus 40'ın yerinə sinus 50 qoya bilərəm. Sürətlə eyniləşdi. Sinus 50 bölü kosinus 50, sinus 50 elədi 1. Kosinus 40'ı sinus 50'ye çevirməyə bilirsizmi? Birinci rübdə istənilən bucağın adını 90'dan çıx dəyişməklə həll eləmək olar. Bütün funksiyalar birinci rübdə müsbətdir deyə trigonometrik funksiyalar. Sinus 70, kosinus 20. Tangens 15, kotangens 75. Kosinus 40, sinus 50. 11. sual. ABC üçbucağının BD tənböləni üzərində qeyd olunmuş K nöqtəsindən AB tərəfinə K'yi, BC tərəfinə KF perpendikuları çəkilmişdir. ABC üçbucağını da deyə bilər, amma bucaq deyil. Bu topulda bunun alternativi var, bucaq demişdi deyəsən. Bir dənə ABC bucağı çəkirəm. Oxşadı bucağı. Oxşamadı. Yox, bucaq çəkməliyim. Bu olsun bizim ABC bucağımız. Yəni üçbucaq olsa da heç bir əhəmiyyəti yoxdur. BT tənböləni. Bu da olsun BT tənböləni. Üzərində qeyd edilmiş K nöqtəsindən tənbölənin üzərində əvvəla tənbölən olduğunu qeyd edeyim. Alfa, alfa. Tənbölənin üzərində qeyd edilmiş K nöqtəsindən K nöqtəsi qeyd elədim. AB tərəfinə K'yi perpendikulyar dəyəcək axırda. K'yi perpendikulyarı. BC tərəfinə KF. BC tərəfinə KF perpendikulyarı çəkilmişdir. Kosinus ABC mənfi 25'də 7'dir. ABC yəqin ki bu bucaq olduğunu bilirsiniz də. ABC bucağı bu B bucağından. Ortadakı hərf B'dir deyə bu ABC bucağıdır. Hal-hazırda bucaq ABC bizdə 2 alfa görsənir. Kosinus ABC deyəndə bizdə kosinus 2 alfa başa düşürük. Kosinus 2 alfa bizdə mənfi 25'də 7 verilibdir. Sonra BY'ni 3 veribdir. Soruşur KF'ı. Bura A deyək. Bizdən A'nı soruşur. KF'i soruşur. Əvvəlcə şəklə əsasən deyə bilərik ki,
bir üçbucaq BYK, BYK tamamilə kongruentdir üçbucaq BKF-ə. BKF. Niyə kongruentdir? Bu üçbucaq düzbucaqlı üçbucaqdır. 90'ı var, alfası var. Aşağıdakı üçbucaq düzbucaqlı üçbucaqda 90 dərəcəsi var, yenə alfası var. Əslində oxşar deyərdim, amma hər iki düzbucaqlı üçbucağın hipotenuzu nədir? BK-dır. Bunların bucaqları da bərabərdir. 90, alfa, bura beta olarsa, aşağıdakı üçbucağın 90'ı var, alfası var, burası da beta olacaq. Hipotenuzları da ortaq olduğuna görə, hər ikisinin hipotenuzu BK olduğuna görə bunlar bərabər üçbucaqlardır, kongruent üçbucaqlardır. Kongruent üçbucaqlarda da bərabər bucaqların qarşısında bərabər tərəflər durur. Yəni, burada betanın qabağında 3 dayanıbsa, aşağıdakı üçbucaqda da betanın qabağında 3 dayanacaq. İndi kosinus 2 alfanın 3'dən açılışı var da. Kosinus kvadratı çıx sinus kvadratı. O bizə lazım deyil. 2 kosinus kvadrat alfa çıx 1. Bir də var 1 çıx 2 sinus kvadrat alfa. Tamam. Kosinusa olan açılışlasın. Kosinus 2 alfanın bu alfaya bitişik katet bizdə var diye bitişik katetin də hipotenuza nisbəti kosinusu verir diye sırf kosinusa olan açılış yazıram. Kosinus 2 alfanın sırf kosinusa olan açılışı 1 idi. 2 kosinus kvadratı alfa çıx 1. Mənfi 25'də 7. Buradan 1'i sağ tərəfə keçirsəm 1 çıxılsın. Mənfi 1 müsbət 1'ə çevriləcək. 1 çıxılsın 25'də 7 olacaq. 1'dən 25'də 7'sində çıxanda qalacaq mı? 25'də 18. Vaxt itirməmək üçün belə yazdım birbaşa. Buradan da kosinus kvadratı alfa bərabərdir mi? 25'də 18'i böləcəm 2'yə. 25'də 18'i 2'yə bölmək 2'də 1'ə vurmaq deməkdir. Yəni eləyəcək mi? 25'də 9 hər tərəfdən kök alsam alfa artıq bu düzbucaqlı üçbucağın bucağı olduğuna görə iti bucaqdır. Yəni plus minus deməyə ehtiyac qalmır. Yəni 5'də 3'dür. Kök alanda plus minus 5'də 3 yox 5'də 3 deyirik. Alfa yəni düzbucaqlı üçbucağın iti bucağı olduğuna görə deməli iti bucaqdır. İti bucaqda müsbət qiymət alacaq da kosinusda. Kosinus alfa oldu 5'də 3. Biz A-nı axtarırıq. Gəlin burada bir dənə B deyək. Bu düzbucaqlı üçbucaqda kosinus alfa bərabərdirmi? Bitişik katetin hipotenuza nisbəti. Yəni alfaya bitişik katetin 3'ün hipotenuza nisbəti, B-yə nisbəti. Kosinus alfanın yerinə qoya bilərikmi? 5'də 3. Bax, kosinus alfanı tapmışıq. Bunu çarpaz vuraq. B-ni tapaq. Çarpaz vurub 3'lər gedəcək. B tapılacaq 5. B-nin yerinə 5 qoyub Pifagor teoremindən A-nı tapa bilərik. A kvadratı topla 3'ün kvadratı bərabərdir 5'in kvadratı. Buradan da təbii ki A-nı 4 tapacaqsınız. Bu tür suallar TOEFL-da var. Bu tür sualları həll eləmə bacarığına sahib olsanız TOEFL-dan probleminiz çıxmaz. Toplama teoreminin ikinci başlarının ta axırlarında bu sual var. Kosinüs 6 çıx sinüs üstü 6 verilibdir. Bərabərliyin eynilik olması üçün K neçə olmalıdır? Deməli, kvadratının kubu yazdım da, eləmi? Bəli, kvadratının kubu yazdım. Bunu silirəm artıq. Silirəm. Deməli, kvadratının kubu yazsam, bu ifadəni sadələşdirib, ən sonda bura bərabərliyi yoxlayacam. Kosinus, bir dənə bunu olar başqa rəhlə yazım. Ürəyim sıxıldı eyni rəhdən. Kosinus kvadratı 3x kubu 2 vur 3 6 eləyəcək də. Düzdür mü? Sinus kvadratı 3x'in kubu. Şagirdlər kublara baxın. A kubu çıx B kubunu A çıx B kimi açmırıq mı? Sonra A kvadratı topla AB topla B kvadratı. Bax, A dediğimiz şey budur. B dediğimiz şey budur. Aydındır. A çıx B, yəni kosinus kvadratı çıx sinus kvadratı. Üzr istəyirəm, orada neysə qaçdım. 3x'dir, bucağımız 3x'dir. Vuraq A kvadratı
Yani bu A dediğimiz şey kosinüs kvadratının kvadratı olacak. Kosinüs üstü 4 üste gelək AB yani kosinüs kvadratı vur sinüs. Zəhləmlidən isə bax bu dibə dirənməkdir də. Kosinüs kvadratı vur sinüs kvadratı. Üste gelək. Yazıram buradan. Sinüs üstü 4 sinüs kvadratı yani sinüs kvadratının kvadratı. Neyse. Bir saniye. Böyle olmaz iyi. Yok. Böyle olar değil. Sonra bir tane ölme çare yokmuş bu hayatta. Demek kosinüs kvadratı vur sinüs kvadratı. Üste gelək. Sinüs üstü 4 bucağımız 3x. Şimdi bilirsiniz mi kosinüs kvadratı alfa çıx sinüs kvadratı alfa neye beraberdir? Kosinüs kvadratı alfa çıx sinüs kvadratı alfa beraberliği devam edelim. Kosinüs kvadratı alfa çıx sinüs kvadratı alfa kosinüs 2 alfadır. Yani kosinüs kvadratı 3x çıx sinüs kvadratı 3x kosinüs 6x olacaq. Vuraq. Kosinüs üstü 4 üstə gələk. Axırdakı sinüs üstü 4 bunun əzbərdən bilan varsa nə gözəl. Üstə gələk kosinüs kvadratı vur sinüs kvadratı sinüs 3x vur kosinüs 3x'in hasilinin kvadratı yazmaq olar. Bərabərliyi davam edirəm. Kosinüs 6x qalıb yerində. Əslində buradan bilmək olur k-nın 6 olduğu. Kosinüs üstü 4 üstə gələk sinüs üstü 4 əzbərinizdə varsa qayda kitabında var. Belə idi desəm bir çıxılsın. Deməli kosinüs kvadratı topla sinüs kvadratının kvadratı A topla B'nin kvadratı. Tamam ispatını yazırım o zaman. Benim de yadımda kalmayıp çok az ifade ederim diye. İzah burada. A üstü 4 topla B üstü 4 bir saniye. A üstü 4 topla B üstü 4 necə sarıq? A kvadratı topla B kvadratının kvadratı çıx 2AB. Hatırlıyorsunuz mu? 2A kvadrat B kvadrat. Temel hansı düsturdur? Bəs temel düsturumuz budur. A kvadrat topla B kvadratı A plus B'nin kvadratı çıx 2AB. Bunda A üstü 4 topla B üstü 4'ü bu temel düstura tətbiq edir. Yani kosinüs 4'ün yerine yazacağım. Kosinüs kvadratı topla sinüs kvadratı 3x'in kvadratı çıx 2AB. Yani çıx 2 vurulsun onların hasili. 2 kosinüs kvadratı sinüs kvadratı. Sinüs kvadratı kosinüs kvadratı. Üstü aynı şeydir. Üstə gələk. Bunun ötərilərini köçürdürəm. Sinüs 3x vur kosinüs 3x'in kvadratı. Kosinüs 6x dedim bəlkə ətraflıya düşər. Bu 1 elədi mi? 1 çıxaq. Bu 2 sinüs kvadratı 3x kvadratı. 2 sinüs kvadratı kosinüs kvadratı. 2 vuraq. Sinüs 3x vur kosinüs 3x'in çöldən kvadratı topla sinüs 3x vur kosinüs 3x'in çöldən kvadratı. Bundan sonrası yəqin ki aydındır. Sinüs alfa, kosinüs alfa hatırlayaq. 2'də 1 sinüs 2 alfa. Sinüs alfa, kosinüs alfa. 2'də 1 sinüs 2 alfa. Onu sinüs 3x kosinüs 3x'in yerine koysam 2'də 1 sinüs 2 alfa yani 6x. Bununla yerine 2'də 1 sinüs 6x. Aslında bunlar özlemlenir ha. 1 çıxaq 2 vuraq. Bunun kvadratı da. Çöldə kvadratı var axı. 2'də 1 sinüs 6x'in kvadratı 4'də 1 sinüs kvadratı 6x eləyir. Topla 4'də 1 sinüs kvadratı 6x. Bu 4'dən 2 gedər. Mənfi 2'də 1 topla 4'də 1. Mənfi 2'də 1 ilə 4'də 1 toplaya bilərsinizmi? Məncə mənfi 4'də 1 eləyəcək. Bəli.
Bunların cəmi -4 eləyir. Kvadratları indıq. Olacaq kosinus 6x. 1 çıxılsın 4-1 sinus kvadratı 6x. Bunu eyniləşdirirəm. Bərabərliyin sağ tərəfini köçürdürəm. Bərabərdir kosinus kx. 1 çıxılsın 4-1 sinus kvadratı kx. Bu eynilikdən bərabərliyin doğru olması üçün k6 olar. Belə davam edirik. Biraz ağır sualdır, vaxt aparan sualdır. Amma düsturları əzbərdən bilsəniz, baxın şagirdlər, bunun düsturunu birbaşa əzbərdən bilsəniz, desəm belə bir şeydir də. Sinus alfa, kosinus alfa, sinus kvadratı, kosinus kvadratın düsturunu birbaşa əzbərdən bilə bilsəniz, bu qədər hissəni yazmamış olarıq. Cavab 6. Dərəcəni azaltma düsturları, bu da ən çox istifadə olunan düsturlardır. Sinus kvadrat alfa 1 minus kosinus 2 alfa bölü 2'dir. İsbatı çox bəsitdir. Kosinus 2 alfanın sırf sinusun açışı necə idi? 1 minus 2 sinus kvadratı alfa. Bu mənfi. Bu mütərizəyə vurulanda belli olacaq. 1, sürəti yazıram. 1, çıxaq, yenə 1, o mənfiyə vurulanda üstə gələk. 2 sinus kvadratı alfa. 1'lər getdi, 2'lər getdi, qaldı mı sinus kvadratı alfa? Bərabərlik isbat olundu. Amma əzbərliyin, yenə bunu əzbərdən düsturlarda. Sinus kvadratı 1 çıx kosinus 2 alfa bölü 2'dir. Kosinus kvadratı onun toplamasıdır. 1 topla kosinus 2 alfa bölü 2'dir. Görürsünüz mü? Tangens kvadratı ilə bunu buna bölürsən. Yəni sinus kvadratı böl kosinus kvadratı. Yuxarıdakı düsturu aşağıdakı düstura böləndə 2'lər ixtisar edəcək. 1 çıx kosinus 2 alfa böl 1 topla kosinus 2 alfa deyə bir yeni düstur yaranacaqdır. Yəni sinus kvadratı ilə kosinus kvadratını bölürsəniz, tangens kvadratı bir-birinə bölməklə tapmaq olar. Kotangens kvadratı da həmən düsturun tərsidir. Tangens kvadratının tərsidir. Sürətlənmə xəzin yerini dəyişdir. 1 topla kosinus 2 alfa, 1 çıx kosinus 2 alfa. Demək, sinus kvadratı nə oldu? 1 çıx kosinus 2 alfa bölü 2. Kosinus kvadratı onun qoşulmasıdır. 1 topla kosinus 2 alfa bölü 2. Məntiq nədir? Sinus kvadratı alfadırsa, dərəcəli aşağı salma düsturunda 1 minus kosinus onun 2 misli olur. 2 alfa olur. Aydın oldu, məntiq necədir? Deməli, 1 alfadırsa 2 alfa olur. Kosinus kvadratının alfadırsa 2 alfa olur. Sinus kvadratı alfa bölü 2. Bunun məntiq nə idi? 1 çıx kosinus 2'ni bura vurmalıyam. 2'ni alfa bölü 2'ye vuranda 2'lər gedir qalır alfa bölü 2. Başa düşebildiniz mi? Kosinus kvadratı alfa bölü 2. 1 topla kosinus 2'ye vurmalıyam buranı. Bölü 2. Aydın oldu. Yəni yarım arqument kimidir. Tangens kvadratı belli olacaq da 1 çıx kosinus 2 alfa buranı 2'ye vurmalısan. 1 topla kosinus 2 alfa buranı 2'ye vuranda alfa qalacaq. Kotangens kvadratı tərsinə 1 topla kosinus 2 alfa 1 çıx kosinus 2 alfa. Yəni yuxarıdakı düsturun tərsi olacaq. Həmişə kotangens tangensin tərsidir. Həmişə. Bunlar yarım arqument kimi düsturlar. Yarım arqument düsturlar kimi əzbərləməyinizi məsləhət görmürəm. Yəni çıxarılışını bilsəniz bəsdir. Sinus kvadratı alfa bölü 2, 1 çıx kosinus 2 alfa. Mesela sinus kvadratı 4 alfanı, sinus kvadratı 4 alfa necə çarsınız? 1 çıx kosinus 2 alfa, yəni 8 alfa bölü 2. 2 misli dax. Aydın oldu. İndi bura, bura x kimi baxacaqsınız. Bunda ötəriziyə x kimi baxsaq, sinus kvadratı x necə açılır? 1 çıx kosinus 2x bölü 2. Tətbiq eləyək. Bölü 2. 1 çıx kosinus 2 vur x. X'i köçürdürəm. 2 də içəri vurulandan sonra 1 çıx kosinus 2'ni vuracam 45'e 90 olacaqdır. Topla 2'ni vuracam içəridəki alfa bölü 2'ye alfa olacaqdır. Və biraz daha dişinizi sıxsanız bunun tətbiqini deyərəm. 90'da ad çevirmə düsturudur axı. 90, 180, 270 çevirmə düsturudur. 90'da ad dəyişir.
1 çıxaq. 90'da dəyişir olur. Sinüs alfa. 90 plus alfa ikinci rübdə. Kosinus ikinci rübdə nə idi? Mənfi idi. Qabağa bir dənə mənfi atılacaq. Deməli, bu sual sadələşdir. Bunları əzbərləmişsiniz. Xeyr, kesinliklə bunları əzbərləmişsiniz. Sadəcə əzbərlənəsi şeylər bunlardır. Bunlar əzbərlənəcəkdir. Bundan bir dənə işləyək. Yəni, bunlar qabağınızda bu formada düsturlar çıxacaqdır. Sinus kvadratı, kosinus kvadratı kimi bu düsturlar ancaq çevirmə ilə sadələşdirmək olur. Dərəcəni aşağısalma ilə sadələşdirmək olur. Bu bərabərliyi biraz aşağıdan yazıram. Kosinus kvadratı x. Mötərizənin içində x kimi baxın. Baxın kosinus kvadratı alfanın düsturuna 1 topla kosinus 2 alfa, 1 topla kosinus 2 misli. 1 topla kosinus 2 vurulsun pi bölü 4 çıx alfa bölü 2. 2'ni də vursaq 1 topla kosinus 2 misli. 90, 2 vuruldu 45'e, bir de 2 vuruldu alfa bölü 2'ye. 90 çıx alfa çevirmə düsturudur. O da olacaq 1 topla 90'da ad dəyişir olur sinüs alfa. 90 çıx alfa birinci rübdə işarə dəyişmir. Bölü 2. Bu oldu ikincisinin sadələşdirilmiş forması. Aklınızda da eyni məntiqlə deyə bunu yazmayacağım. Bunu yazacağım şagirdlər. Və qoy onun altından yazın. Tanjens kvadratı alfanın üstüne baxın. 1 çıx kosinus 2 alfa, 1 topla kosinus 2 alfa. Bir başa yazın bunlar. 1 çıx kosinus. Bu bucağı 2'ye vuracaqsınız. 45'i 2'ye vur. Alfanı 2'ye vur. Olacaq 90 topla 2 alfa. 1 çıx kosinus 2 alfa. 1 topla kosinus. Yine buranı 2'ye vuracaqsın. 90 topla 2 alfa. 90'da ad dəyişir. 1 çıxaq sinüs 2 alfa olur. 2 alfa da bucağımız. 90 plus ikinci rübə düşür qabağa. Bir dənə mənfi atılmalıdır. Deməli bu mənfi müsbətə çevriləcək. 1 topla 90'da dəyişdi. Məxrəc oldu sinüs 2 alfa. 90 plus ikinci rübə düşür qabağa. Bir dənə mənfi atılmalıdır. Deməli plus minusa çevriləcəkdir. Bax belə bir şeylər. Çevirmə düsturları, daha dərəcəni aşağı salma düsturları güman edirəm ki, yadda qalar, əzbərləməlisiniz. Bunlar onlara aid tətbiqləri idi. Həmən düsturun tətbiqinə aid nümunələri idi. Yəni, sual deyildi. Köməkçi arqument daxil etmə üsulunu öyrənirik. Trigonometrik funksiyaları mövzusunda xatırlayırsınızsa 3 sinus x çıxaq 4 kosinus x. Ən böyük qiymətimiz kök altında 3'ün kvadratı topla 4'ün kvadratı idi. Ən kiçik qiymətimiz mənfi kök altında 3'ün kvadratı topla 4'ün kvadratı idi. Xatırlayırsınızsa. Belə bir düsturumuz var. A sinüs topla B kosinüs. A sinüs topla B kosinüs bu şəkildə olan ifadələri deyir ki, A və B əmsallarını ən böyük qiymətinə vurub bölürük. A və B əmsallarını ən böyük qiymətinə vurub bölürük. Yadda qalar. Burada A bölünsün həmən ən böyük qiymət. Yaxud B bölünsün ən böyük qiymət alınacaqdır. Həmən qiyməti sinüs yaxud kosinüslər ifadə edirik. İfadə etdikdə sinüs alfa plus beta'nın düsturu ya da kosinüs alfa plus beta'nın düsturu alınacaqdır. Mən nümunə verirəm bir dənə. Məlum məsələdir ki, bu suala baxsanız A kökdə 3, B 1. Kosinüsün qabağında burada 1 var mı? Olduğu görsənir. Bu sualı köçürdirəm. Kökdə 3 sinüs alfa üstə gələk 1 vurulsun kosinüs alfadır da bu. Onda ən böyük qiymətimiz kök altında A kvadrat topla B kvadrat. Yəni 3 topla 1. 4, 2. Kök altında A kvadrat topla B kvadrat. Aydındır. Demək, ən böyük qiymətimiz 2'dir. Əmsalları, A və B əmsallarını ən böyük qiymətə vurub bölürük. Nə deməkdir bu? Kökdə 3 bölünsün 2 sinüs alfa. 2'ye böldüm. Həm də vurmalıyım. 1'i 2'ye böldüm. Həm də vurmalıyım. Fikir verdinizmi? Əmsallarımız nə idi? Kökdə 3 və 1 idi. Neylədim? 2'ye böldüm. Həmçinin vurdum. Heç bir dəyişiklik edilmədi də. Bu ikiləri ixtisar getsə, həqiqətən də
Sualın eynisi özü qalacaqdır. Daha sonra bu bərabərlikdən 2 ortaq vuruq çıxır. Xırdalığına qədər izah edirəm. Növbəti sualı daha asan, daha sürətli izah edəcəm. Kökdə 3 bölünsün 2 sinüs alfa üstə gələk 2-də 1 kosinüs alfamış. Bu axırıncı kosinüs alfamış. Sualın özündə bu axırıncı bərabərlikdə kosinüs alfadır. Kosinüs alfa. Kosinüs alfa. Bundan sonra qayda nə deyir? Vurub böləndən sonra A bölünsün bu əmsalları, yeni əmsalları sinüs yaxud kosinüsdən ifadə edin deyir. Yeni əmsallarımız bizim kök 3 bölü 2'dir. Yeni əmsallarımız bizim 2-də 1'dir. Aydındır. 2 qabaqda durubdur. Kök 3 bölünsün 2'ni kosinüsdən ifadə edirəm. Kök 3 bölü 2 kosinüs 30 deməkdirmi? Vuraq sinüs alfa. Üstə gələk. 2'də 1 də sinüs 30 deməkdirmi? Vuraq kosinüs alfa. Diqqətlə bu mötərizəyə baxın. Sinüs alfa kosinüs 30, kosinüs alfa sinüs 30. Sin kos kos sin. 2 vuraq. Bu nəyin düsturudur? Sin kos. Sin kos sinüsün düsturudur da. Sinüs alfa plus 30'un açılışıdır. Siz sualı sadələşdirdik. Bu sualın ən son sadə forması belədir. 2 vurulsun sinüs alfa plus 30. Yəni kök 3 bölünsün 2'ni cədvəldən kosinüs 30 yazdım. Desəm mən kök 3 bölünsün 2'nin yerinə kosinüs 30 yox, sinüs 60 yazsaydıq, yine düstur alınacaqdı. Bu dəfə kosinüsün düstur alınacaqdı. Ondan sonraki variantlara da əgər variantda sualdırsa, variantlara görə hərəkət lazımdır. Yəni bu doğru yazılışdır. Sinüs 10, sinüs 10'un qabağında burada 1 var. Deməli A'mız 1'dir, B'miz kök 3'dür. Sinüsün, kosinüsün əmsalları A və B'dir. Onda ən böyük qiymətimiz kök altında A kvadrat topla B kvadrat. Ən böyük qiymətimiz 2'dir. Yine əmsalları 2'ye vurup böləcəyik. Bir əmsalını 2'ye böldüm. Kök 3 əmsalını 2'ye böldüm. Ən böyük qiymətimiz 2'dir axı. Ona görə 2'ye bölürəm. Bəlkə mötərizəyi alıp həm də 2'ye vurum. İndi heç bir dəyişiklik edilmədən 2'ni vurup mötərizəyi açsam, sualın özünə qayıtmış olacam. Yəni vurup bölmək o deməkdir ki, sualda heç bir dəyişiklik edilməsin. Kosinüs 20. Daha sonra yeni əmsalları 2'də 1'i, kök 3 bölü 2'ni sinüsdən və yaxud da kosinüsdən ifadə edin. Mən buna baxıram. Sinüs olanda kosinüsdən ifadə edirəm, bu kosinüs olanda sinüsdən ifadə edirəm. Deməli 2'də 1'in yerinə yaza bilərəm. Kosinüs 60. Sinüs 10 üstə gələk. Bu kök 3 bölü 2'nin yerinə yaza bilərəm. Sinüs 60. Vuraq kosinüs 10. Bölünsün kosinüs 20. Şimdi sürətə baxın, görün sürət düsturdur. Kosinüs 60 sinüs 20, sinüs 60 kosinüs 20. Sin kos, kos sin. Bəli, düsturdur. 2 vurulsun. Sinüs alfa plus beta. Yəni 60 plus 10. Yəni 70. Sinüs alfa plus beta'nın açılışıdır. Sinüs 60 plus 10 açılışıdır. O elə mi? Məxrəcdəki kosinüs 20'ni sinüsə çevirə bilərsiniz. Kosinüs 20 sinüs 70 deməkdir. 2 vuraq sinüs 70. Sinüs 70'lər ixtisar getdi. Cavab oldu ki. Yuxarıdakı bərabərlikləri ispat edin. Deməli, yarım arqument düsturlarından bunu əzbərləyə bilərsiniz. Şagirdlər, bunu da isbatını verəcəm. Deməli, tangens alfa bölü 2, sinüs alfa bölünsün 1 plus kosinüs alfaya bərabərdir. Sinüs alfa bölünsün 1 plus kosinüs alfa. O da 1 çıx kosinüs alfa bölünsün sinüs alfa. Kotangens alfa bölü 2, onsa bunun tərsidir də. Baxın, bunun tərsinə çevirib buraya yazıblar. Bunu tərsinə çevirib buraya yazıblar. Aydındır. Tamam. Bunu bərabərlə ispat edəsəm, yəqin o birisi ispat edilmiş olar. Sağdan sola alacağım. Deməli, sinüs alfa bölünsün 1 plus kosinüs alfanı ispat edəcəm ki, tangens alfa bölü 2'dir. Sinüs 2 alfa necə açılırdı? 2 sin alfa kos alfa. Hatırladınız mı? Və sinüs 1 alfa necə açılır? 2 sinüs alfa bölü 2 kosinüs alfa bölü 2. Bu aydındır. Hatırladıram. Kosinüs 2 alfanın 3 tane açılışı var idi. 2 kosinüs kvadrat alfa çıx 1, bir de 1 çıx 2 sinüs kvadrat alfa. Hatırladınız mı? 2 kosinüs kvadrat alfa çıx 1 açılışını.
Bəs kosinus 1 alfanı necə saram? Qabaqdakı ifadə dursun. Kosinus 1 alfa olar 2 kosinus kvadratı yarım arqument çıx 1. Bu 1 ilə bu 1 gedər. Məxrəcdə qaldı 2 kosinus kvadratı alfa bölü 2. Sürətdə isə olduğu kimi köçürdürəm. Bu 2 ilə bu 2 getdi. Kosinus alfa bölü 2'nin kvadratının biri getdi. Qaldı sürətdə sinüs alfa bölü 2. Məxrəcdə kosinüs alfa bölü 2. Bu da nəyə bərabərdir? Tangis alfa bölü 2'yə ispat olundu. Bu birlər də eyni qatına. Yəni sinüs və kosinusları 2 qat arqument kimi açırsınız. Gəldik suallara. Bundan sonra dayanacaq videomuz. Sualların həlləri. Sinüs kvadrat, kosinus kvadrat tipləri sualların böyük əksəriyyətində dərəcəni aşağı düsturur. Sinüs kvadratı 25. Mütləq düsturu əzbərləməlisiniz. Sinüs kvadratı alfa 1 minus kosinus 2 alfa bölü 2. Onda sinüs kvadratı 25 olacaq. 1 minus kosinus 2 vur 25 bölü 2. Kosinus 50'ni necə çevirərəm sinusa? Kosinus 50'nin yerine qoyarım. Sinüs 40. 90'dan çıxmaq şərti xatırlayırsınız. 1 çıx sinüs 40 bölü 2. Sinüs 40 nə deməkdir? B deməkdir. 1 çıx B bölü 2. İfadəni B ilə ifadə elədim. Bəli, heç B ilə ifadə edin. Sinüs kvadrat, tangis kvadratı yenə dərəcəni aşağı salma düsturu. Xatırladıram. Tangis kvadratı alfanı dərəcəni salma düsturu. 1 minus kosinus 2 misli, bucağın 2 misli, bir topla kosinus 2 misli. Bax buna x kimi baxsanız 3'də dursun yerində hələ ki tangis kvadratı 3 pi bölü 4 çıx alfanı sadələşdirək aparıb yerinə qoyarıq. Tangis kvadratı x olacaq belə. 1 çıx kosinus 2 alfa, yəni bu x dediyimiz hissəni 2'yə vuracam. 2'yə vuranda olacaq 3 pi bölü 2 minus 2 alfa. 2'yə vurdıq mı? Bir topla kosinus yenə 2'yə vuracaq. 3 pi bölü 2 minus 2 alfa. İndi çevirmə düsturu tətbiq edirəm. 3 pi bölü 2 çevirmə düsturu da 1 kosinus 3 pi bölü 2 çevirmə düsturu ad dəyişir. Olur sinus bucağımız nədir? 2 alfadır. 270'dən çıxanda düşür 3'ün zürbə. Kosinus 3'ün zürbə mənfidir. Qabağa mənfi atmalıyıq. Yəni y müsbətə çevrildi. Aydındır. Kosinus 3'ün zürbə mənfidir. Bu mənfi var. Bu mənfi. Onu müsbətə çevirdi. 1 işarəni yazmıram. 270'də ad dəyişdi. Məxrəcdə oldu. Sinus 2 alfa. Yenə düşür 3'ün zürbə. Kosinus 3'ün zürbədə mənfidir. Qabağa mənfi atmalıyam. Müsbət oldu mənfi. Müsbət idi. Oldu mənfi. Deməli bir topla sinus 2 alfa, bir çıx sinus 2 alfa. Sinus 2 alfa nədir bəs? Sinus 2 alfanın qiymətinə baxın. Mənfi 5'də 1 veribdir. 1 üstə gələk. Mənfi 5'də 1. 1 çıxaq. Mənfi 5'də 1. Yəni sürət 5'də 4 oldu. Məxrəc 5'də 6 oldu. 5'lər getdi 6'da 4 oldu. Bu da oldu 3'də 2. Biz axı bunun qiymətini tapdıq. Baxın bunun qiymətini tapdıq. 3'də 2. Qabaqda 3 var idi. Sualın özündə 3 var idi. 3 vurulsun 3'də 2. Cavabımız ona görə 2 oldu. Köməkçi arqument. A sinus B kosinus gördüyünüz köməkçi arqument. Bucaqlar da eynidir. Deməli A'mız kökdə 6'dır. Köməkçi arqument daxil etmə üsulu. B'miz kökdə 2'dir. Ən böyük qiymətimizi tapaq. Kök altında A kvadratı topla B kvadratı. 8, 2 kökdə 2. Kökdə 8'dən 2 kökdə 2. Deməli ən böyük qiyməti bölüb vururuq, elə mi? Əmsallarımız nədir bəs? Kökdə 6 və kökdə 2. Deməli kökdə 6'nı bölməliyəm 2 kökdə 2'yə. Kos 70 qalıb yerində. Kökdə 2'ni bölməliyəm 2 kökdə 2'yə. Sin 70 qalıb yerində. Heç bir dəyişik olmaması üçün 2 kökdə 2'yə həm də vurmalıyım. İndi doğrudan da mötərizələri vurub açanda mötərizələrdən vurub açdığımızı düşünün. 2 kökdə 2'lərin hamısı gedəcək. Qayıdacaq sualın özünə. Sualın özü qalacaqmı? Bərabərliyi davam edirəm. 2 kökdə 2. Kökdə 6 ilə 2 kökdə 2 qısa gedəndə kökdə 3 qalar da. Kökdə 3 bölü 2 kos 70 çıxaq. Kökdə 2 ilə kökdə 2 qısa gedə qaldı 1. 1 bölünsün 2 sin 70.
Qayda deyir ki, yeni yaranan əmsalları sinus ya da kosinusla yazın. Kökdə 3 bölü 2-nin yerinə istəyirsən sinus 60 yaz, istəyirsən kosinus 30 yaz. Fərqi yoxdur. Fərqi yoxdursa kosinus 30 yazıram. Kosinus 30, kos 70 var sualın özündə. 2'də 1'in yerində yazıram. Sinus 30, sin 70 var. Kosinus 30, kosinus 70, sinus 30, sinus 70. Koslar kimin açılışıydı? Koslar. Kosinusun açılışıydı. Kosinus işarə dəyişirdi, xatırlayırsınızsa. 30 topla 70'in açılışı. Yəni 2 kökdə 2, kosinus 100. Kosinus 100. Bu doğru cavab. İfadəni xassiyəsində göstərin. Gördüyünüz variantlarda cavab yoxdur. Kosinus 100 yazarım. 90 plus 10 kimi sinus 10'a çevirirəm. Çevirmə düsturu ilə. Orada mənfi olacaqdır. Yəni bu variantlara baxaraq hərəkət etmək lazımdır. Bir topla tangens kvadrat alfa, bir topla tangens kvadrat alfa. Etdim. Hatırlıyorsunuzsa bir topla tangens kvadrat alfa neye beraberdir? 1 bölünsün kosinus kvadrat alfa. Tamam. Bir topla tangens kvadratı pi bölü 8'de ne diyeriz? Bir topla tangens kvadrat alfa 1 bölünsün kosinus kvadratı pi bölü 8. Burak. Bir topla tangens kvadratı yine hemen söhbəti 1 bölünsün kosinus kvadratı 3 pi bölü 8. Şimdi kosinus kvadratı dərəcəni salma düsturu necə idi? Kosinus kvadratı alfa belə idi. Bir topla kosinus 2 alfa bölü 2. Onda 1 bölünsün. Tətbiq edirəm bura dərəcəni salma düsturu. Kosinus kvadratı bir topla kosinus 2'ye vuracağım. Pi bölü 4. Bəlkə pi bölü 4'ün yerine 45 yazım. Pi bölü 8'i 2'ye vuracağım. 45 bölü 2. Bu məxrəc. Vuraq. Bunu yerine yazıram. Bir topla kosinus 2 alfa bölü 2. Bir topla kosinus 2 alfa 3 pi bölü 8'i 2'ye vuranda 3 pi bölü 4 eləyəcəkdir. Yəni 2'nin 8 qısa gedəcək. 3 pi bölü 4. O da 135 deməkdir. 135 bölü 2. Biri bu kəsrə böləndə bu kəsr tərsinə çevrilirmi? 2 bölünsün bir topla kos 45 eləyir. Vuraq. 2 bölünsün bir topla kos 135 eləyir. Düzdür, kos 45'in qiymətini yerinə qoya bilərəm. Sürətə vuruldu 4 elədi. İstəyirəm biraz daha davam etdirəm. Kos 135 var. 135'i 90 topla 45 yazsam nətər olar? Bəlkə belə yazın. Bir topla kos 45 qalıb yerində. 135'i 180 çıx 45 yaz. Olar. Çevirmə düsturunu tətbiq elə. Deməli bir topla kosinusda 180'də ad dəyişmir. Elə kosinus 45. Amma 180'den 45 çıxanda ikinci bölüşü qabağa mənfi atılır. İndi bir topla kos 45 bir çıx kos 45. Ne eləyər? Bir topla A, bir topla B. Bir topla A, bir çıx A. A çıx B, A plus B'dir. Daha kvadrat çıx B kvadratı. 1'in kvadratı çıx kosinusun kvadratı. İndi kosinus 45'in qiyməti nə idi? Kökdə 2 bölü 2 yerinə qoyanda 1 çıx. Kökdə 2 bölü 2'nin kvadratı. 4'də 2 eləyir. 1 çıx 4'də 2 də 2'də 1 eləyir. O da 8 eləyir. Özünün hesablamanı eləyər sizdə. Tangens 45 plus alfa bölü 2 var. Yəni, bunlar ağır düsturadır, suallardır şagirdlər. Eyniləri də yəqin topluda eləyə bilməyəcəyimiz suallardır. Dağlarca ağırdır. Bayaq əzbərlədikmi bunları? Tangens alfa bölü 2 sinus alfa bölünsün bir topla kosinus alfa kimi. Bura köçürürəm. Tangens alfa bölü 2 neymiş? Sinüs alfa sinüs alfa bir topla kosinüs alfa. Bu 45'i belə yaza bilərəm. Deməli
Orta məqəzi, buranın bir dənə orta məqəzi gətir. Bax, buranın orta məqəzi gətir. Tangens orta məqəzi 2 vurulacaq sürətə 90 toplu alfa. Tangens alfa bölü 2-də bax buna bir bucaq kimi baxmalısan da. Elə bil ki, bu x-dir. Tangens x bölü 2 nəyə bərabərdir? Tangens x bölü 2. Sinüs x bir topla kosinüs x. Bax, bu mötərizə, bu dirəklədiyim yer x-dir. Tangens x bölü 2 olacaq sinus x dediğimiz hissə bir topla kosinus x dediğimiz hissə. Hələ ki birinci ifadəni buranı sadələşdirirəm, sonra davamını yazacağım. Sürətə tətbiq ilə serilmə düsturu oldu. 90'da ad dəyişdi kosinus alfa. İkinci rübdə sinus müsbətdir. 1 kosinus 90'da dəyişdi sinus alfa. İkinci rübdə kosinus mənfidir, qabağı mənfidir. Deməli, biz bu ifadənin qiymətini aldıq. Kosinus alfa bölünsün 1 çıx sinus alfa aldıq. Sualın davamında nə var? 1 çıx sinus alfa bölünsün kosinus alfa. Kosinusla kosinus 1 çıx sinuslara getdi, qaldı 1. Of, belə. 180 çıx 10 kimi yazsan, sadələşdirməyə çalış. 90 plus 10 kimi yazsan, serilmə düsturu tətbiq eləyə bilərik. Deməli, 1 bölünsün. Sinus 180'də ad dəyişmir. Sinus 10. İkinci rübdə sinus müsbətdir. Kök 3 bölünsün. 90'da ad dəyişir kosinusun. 90 ad dəyişi oldu. Sinus 10 oldu. Sinus 10 oldu. Deməli, 90 plus 10 ikinci rübdə. İkinci rübdə kosinus mənfidir. Qabağa mənfi atmalıyam. Onda bu orta müsbət olacaq. Yəni, sualda səhvlik var. Sinus 170, 180 çıx 10, kosinus məxrəcə eyni olanda sürət olacaq 1 topla kökdə 3 bölünsün sinus 10. Bu da sadələşməyəcəkdir. Sualın səhvliyi hardadır? Kosinus 100 yox, sinus 100 olmalıdır. Sinus 100 olsaydı ad dəyişəcəkdir, kosinus 10 olacaqdır, belə serilmə düsturuna girəcəkdir. Yəni, sualın səhvliyi budur ki, şagirdlər. Sualı düzəldirəm, kosinus 100 yox. Bir saniyə səbirli olun. Fokus göstərirəm sizə. Kosinus 100 yox. Sinus 100 olmalıdır. Sualımız belədir. Deməli, 170'i yenə yazdıq 180 minus 10 kimi. 100'də yazdıq 90 plus 10 kimi. Tətbiq elədik serilmə düsturu 1 bölünsün. 180'də ad dəyişmədi. Sinus 10 çıxaq. 90'da ad dəyişdi. Sinus oldu. Kosinus 10. 90 plus 10 düşür. İkinci rübə. İkinci rübdə sinus müsbətdir deyə işarədə dəyişmir. İndi məxrəclər bir-birindən vurulub məxrəcdə yazılır. Yəni sinus 10 vur kosinus 10 çarpaz vurulub sürətdə yazılır. Kosinus 10 çarpaza vurulur, 1'ə vurulur. Olur kosinus 10. Hətta 1 vuraq kosinus 10. Çıxaq, kök 3 vuraq sinus 10. Sürətə xatırlayırsınız sürətin nə olduğunu. A'sı var, B'si var. Bucaqları da 10'dur. Köməkçi arqumenti. A'sı 1'dir, B'si kökdə 3'dür. Ən böyük qiymətimiz kök altında A kvadratı topla B kvadratı. Yəni ən böyük qiymətimiz 2'dir. Deməli, sualımızı 2'yə vurub böləcəyik. Sürəti. Söhbət sürətdən gedir. Məxrəci xatırlayan varsa, düsturu xatırladıram. Sinus alfa, kosinus alfa, 2'də 1 sinus 2 alfa. Xatırladınızsa. Sinus 10, kosinus 10, məxrəc olacaq 2'də 1 sinus 2 alfa, yəni 20. Tətbiq eləyəm sürətə köməkçi düstur. Köməkçi arqument. Əmsalları ən böyük qiymətə bölürəm. 1 bölünsün 2. Əmsal 1 idi, böldüm kök 2'yə. Ən böyük qiymətə böldüm. Kök 3 bölü 2 ən böyük qiymətə böldüm. Həm də mötərizəyə alıb ən böyük qiymətə vururam ki, qurbaçında heç bir dəyişiklik olmasın. Qayda nə idi? Yeni əmsalları sinus ya da kosinusla yazırıq. Deməli, 2 vurulsun. 2'də 1'in yerinə yaza bilərəm, kosinus 60. Kosinus 60, kosinus 10. Kök 3 bölü 2'nin yerinə yazaram, sinus 60. Sinus 60, sinus 10.
bölünsün 2'də 1 sinus 20. Deməli, kosinus, sifətə baxın, kos sinsindir. Kosinus 60, kosinus 10, sinus 60, sinus 10. Kos kimin üstüdür? Kosinusun üstüdür. 2 kosinus 60 plus 10, yəni 70'in üstüdür. 2'də 1 sinus 20'ni yaza bilərəm, kosinus 70. Sinus 20 kosinus 70 deməkdir, birinci cəbdə dəyişmək olur. 2 bölünsün 2'də 1 cavab oldu 4. Bu isə bizim test toplusunda deməli, toplama teoremunun 3-cü bölümünə olacaqdır. Növbəti videoda görüşmək ümidi ilə sağ olun. Düsturları əzbərləyin ki, sualların gedişatını başa düşək.